Quranda ibrətlik heyvan bənzətmələri. Qurani Kərim müəyyən insan xarakterlərini izah etmək üçün heyvan metaforalarına diqqət çəkir. Bu cür bənzətmələr mürəkkəb mənəvi və psixoloji vəziyyətləri hər kəsin anlayacağı şəkildə vizuallaşdırmaq məqsədi daşıyır. Onlardan 4 nümunəsini qeyd edirik. 1. Kitab yüklü uzun qulaq. Cümə surəsi 5. Bu metafora elmi olub əməli olmayan insan tipini təsvir edir. Mənası: necə ki bir heyvan belində daşıdığı kitabların dəyərini və içindəki hikməti anlamır, yalnız ağırlığını çəkir, eləcə də öyrəndiyi bilikləri həyatına tətbiq etməyən, etik və mənəvi dəyərlərə çevirməyən insan yük daşıyandan fərqli deyil. Mesaj: bilik sadəcə yaddaşda saxlamaq üçün deyil, dərk edilib yaşanmaq üçündür. 2. Hörümçək evi. Ənkəbut surəsi 41. Bu bənzətmə saxta güvən və dayanıqsız sığınacaqlar haqqındadır. Mənası: hörümçək toru zahirən mürəkkəb və nizamlı görünsə də, təbiətdəki ən zəif sığınacaqdır. Allahdan başqa güclərə, maddi varlıqlara və ya müvəqqəti ideologiyalara arxalananların vəziyyəti buna bənzədilir. Mesaj: mənəviyyatdan uzaq olan, yalnız maddiyyata və ya fani güclərə əsaslanan hər bir sistem ilk ciddi sınaqda, yəni küləkdə, dağılmağa məhkumdur. 3. Təngnəfəs it. Əraf surəsi 176. Bu təsvir doymaq bilməyən nəfsi və tamağı simvolizə edir. Ayədə qeyd olunur ki, bu tip insanı qovsan da dilini çıxarıb təngnəfəs olar, öz başına qoysan da. Yəni, dünya malına və şəhvətə olan hərisliyi heç bir vəziyyətdə sakitləşmir. Mesaj: daxili hüzuru tapmayan və daim daha çox istəyən insan şəraitdən asılı olmayaraq həmişə narahat və ehtiraslarının quludur. 4. Ürkmüş yabanı uzunqulaqlar. Müddəssir surəsi 50-51. Burada həqiqətdən və öyüddən qaçanların psixologiyası təsvir olunur. Mənası: qorxub hərəsi bir tərəfə qaçan vəhşi eşşəklər kimi, bəzi insanlar da nəsihət eşidəndə şuursuz bir qorxu ilə ondan uzaqlaşırlar. Mesaj: inadkarlıq və həqiqətlə üzləşmək qorxusu insanı mühakimə qabiliyyətindən məhrum edir və onu kör-körənə bir qaçışa sövq edir.